Mənəviyyat boyutunda təslim olmaq əksinə bir güc göstəricisidir. Bəli. Çünki sən sonsuz gücün sahibinə özünü əmanət edirsən. Yəni hər şeyin Oradakı ondan təslimiyyət gəldiyinə odur. təslim olursan. Və orada həmin o təslimiyyət əslində səni ən güclü bir insana dönüşdürür. O titreşim onda artır. Fərqindəlik orada başlayır. Və ətrafındakı o titreşimi aşağı insanlar da orada çıxır sənin həyatından. Təslimiyyət. Təslimiyyatı verirsən, Allaha deyirsən ki, ay Allah, sənin verdiyinə də razıyam, aldığına da razıyam. Hər şeyə razıyam da. Mənim həyatıma girən bu insanlardır. Çıxmağına da razıyam. Ağrını yaşasan da belə sən ona təslim olursan. Onda sən başa düşürsən ki, o frekansda olan insanlar sənin həyatından çıxmalı idi. Onlar sənin bir dərsin idi. Müəllim idi, girmişdi həyatına və sən onların ruhuna sonra təşəkkür eləyirsən. Qətiyyən sən o pis insanlara çönüb demirsən ki, ay nə bəla oxumursan, nə qarğış oxumursan. Əksinə dua eləyirsən. Dua eləyirsən. Mən məsələn həmişə mənim xətrimə dəyən insanlara həmişə dua eləyirəm. Deyirəm ruhuna təşəkkür eləyirəm. Çünki onlar məni böyüdüb. Onlar mənə dərs verib. Mən onlardan dərs almışam. Mənim müəllimlik eləyiblər mənə həyatımda. Mən niyə onlara kim bəsliyim, ya içimdə nəsə bir pis hiss daşımağın özü də bir xislətdir.